Böyük Vəfa Quluzadə yeri cənnətli olsun. Hər bir taxtabaşın biri sizə deyi var. Jirinovski hər şeyi bilirdi, yaman qab gələcək deyirdi. Niyə deyirəm, sən qoyun deyirdi ona görə. Gələcək onu deyir, sən qoyunsan. Düz yerdə deyirəm, sən qoyunsan da biz bozqurduq. O sənin üçün düz deyə bilər. Çünki heç də qanmırsan, sən düdüyün birisən. Sənə qoyun deyir, deyirsən ki, yaxşı kişilik, öyle xoşum gəldi ki ondan. Sən demək qoyunsan da. Özümü qoyunsansa bizə özü kimi saymayın biz. Yəni biz özümüzü dərk eləyəndən bütöv Azərbaycan savaşında, Türklük savaşında, Turan savaşındayıq və qalibiyyətimiz də göz önündədir. Heç nə deməyib Jirinovski, heç nə. Bütün faktları da düdüyə, taxtabaşa deyəndən sonra ki, heç nə deməyib bu, heç nə ilə səhv eləyib. Hətta Ukrayna məsələsi səhv eləyib ki, deyirdi, onun zibilinə düşüb də Putin. Ki ona 3 gün alacaq, bomba atacaq, Ukrayna qorxacaq, Avropa da bizdən qorxacaq. Amerikada nə oldu? 5-ci il ilişib qalmışsan orada. Bir dənə Kupinsk ala bilmirsən. Rus sərhədindən 40 kilometr qıraqdadır Kupinsk. Aldı axırı Ukrayna Kupinski. Bizdə bir videolar vardı. Azərbaycan onları amma biz göstərə bilməyəcəyik. Amma dünən Elxan bəy Nureyev Ukraynadan bizə verib o videoları. Biz ona göstərik. Bayraq Kupinskin mərkəzindədir. Asılıb. Əsiri də götürürlərdi Ruslara. Kupinsk Ukraynalarda da. Onu götürənmir. Jirinovski demişdi ki, 3 gün alacağıq oranda. Anı bəs. Heç də deyə bilməyib o. Turandan danışırdı. Arkadaş, bütün günü Turandan danışan bizi. Nətər olur biz gələcəyi demirik? Gələ dalı çikli donuza bənzər desin ki, deyəsən ki, nə böyük adamdır. O böyründəkini görmürsən. Yanımızda oturur o düdük. Deyir buna oxuya, görürsən Amerika, Liptoy Azərbaycan, əvvəldən bunlar iş görüblər. Deyirəm, kişi, 30 ildir mən verilişi belə bitirirəm burada. Veriliş qutarında deyirəm ki, buradan Təbrizə salam, televiziyada olanda. Tanrı bütöv Azərbaycanı qorusun, konturunda çəkirəm. Mən iş görürəm, məni görmürsən 30 il. Düdük. Jirinovskini görürsən. Biz Turandan danışırıq, 50 ildə onu görmürsən. Biz onun üçün deyirdik ki, Turan da qurulacaq. O qorxurdu bizdən və deyirdi ki, bizə görə danışırdı. Görüb danışırdı, gələcəyi demirdi Jirinovski. Yəni, orada kamranlar var, Türkiyədə filan da, obrazda deyirəm də. Onlar pan-türkistlər, Turançıdırlar, ay Rus, bir gün gələcək, onlar orada Turan quracaqlar. Onu deyirdi. O gənə bizə baxıb deyirdi. Mən buradan, mənim kimilər də, mən deyəndə, mənim kimlər buradan. Bütöv Azərbaycan, Türkistan, Turan deməsəydilər, Jirinovski dilin qoyacadı, qulağına heç danışmayacaqdı. Heç ayıltmayım Azərbaycanları. Biz danışırdıq deyənə Jirinovski deyirdi, taxta baş. Onu da bizə görə deyirdi, gələcəyi demirdi o. Gələcəyi deyən Vəfa Quluzadədir. Böyük kişi. İndi sizə bir müsahibə göstərəcəm. İllər öncəsi verdiyi müsahibədir. Eynən elə bil indi studiyada oturub İranda baş verənlərdən və nə baş verəcəyindən danışır. Bu ağla gəlməz strateji ağıl. Tautologiyalar, amma bu belədir. İnanılmaz strateji ağlı varmış. Vaxtında biz çox vaxt qədrini bilmirdik insanlarımızın. Baxın Vəfa Quluzadənin bu müsahibəsinə. Amerika dəqiq silahları İranın bütün nüvə obyektlərini və deməli əskəri obyektlərini sıradan çıxarır. İrana beynəlxalq təzyiqlər olsa, yəni müharibə olsa İranda, Azərbaycana çoxlu qaçqınlar gələcək, məcburi köçkünlər gələcəkdir. Azərbaycanın vəziyyəti çətinləşəcək. İranda vəziyyətlə Putinin elə gücü yoxdur ki, İrana bir təsir etsin, ya İrana bir kömək etsin. Məsələn, Amerika Birləşmiş Ştatları, İsrail İranı bombardman etməyi qərarı alsa, Rusiya buna heç bir şey edə bilməyəcək. O ki qaldı, əgər İran bombardman olsa, Azərbaycana qaçqın gələcək. Mən hesab edirəm ki, əgər İran bombardman olsa, amma Amerikanın bugünkü silahları o İraq müharibəsindən o qədər fərqlidir, o qədər inkişaf edib ki, tamamilə başqa müharibə olacaqdır. Gördünüzmü? Liviyada Amerika silahı nə cür işlədi? Havadan işlədi, qoşun daxil etməyə ehtiyac olmadı. Amerika dəqiq silahları İranın bütün nüvə obyektlərini və deməli əskəri obyektlərini sıradan çıxaracaqdır. Əhaliyə toxunmayacaqdır. Bu Rusların Groznını bombardman etməsinə oxşamayacaqdır. Kavrovaya bombardirovka deyirlər, yəni xalça bombardmanı. Yəni bütün dinc əhalinin yaşadığı evlərin bombardmanı. Amerika İrana heç vaxtı ən pis variantda da belə addım atmaz. Ona görə İranda əhali salamat qalacaqdır və heç yana qarşı verməyəcəkdir. Evlərində oturacaqdır. Və İran hakimiyyətindən narazı olub ki, niyə görə bizim bu qədər malımız, pulumuz hədərə getdi, nüvə deməli, projələrinə getdi. Ola bilsin ki,
hakimiyyətin əleyhinə çıxışlar da ola bildi. Bu cür zərbənin sonucu. Bunu indidən demək olmaz. Başqa variant da ola bilər. Məsələn, xalq öz rəhbərliyi ətrafında toparlana da bilər. Bunu da məsələn hesablayırlar. Pentagonda da, İsraildə də, Avropada da, NATOda. Amma ki, Rusiyanın İrandakı vəziyyətə heç bir təsiri ola bilməyəcək və ola da bilməz. 2012-ci il Vəfa Quluzadə 2026-cı ildir. Yəni 14 il bundan öncə elə bil ki, indi bax situasiya indi orada qızışır da hələ. İndi Amerika ona vurasıdır. İndi Rusiya ora kömək eləyə bilmir. İndi Rusiyanın əlindən bütün o dostların alırlar əlinə, Venezuelanı, Suriyanı hamısını alırlar əlinə, zəifləyirdi. Bu İran da axırıncısıdır. Alandan sonra növbə 12-də. Bu 2012-ci ildir və deyir ki, Amerikanın silahları 2012-də deyir. Yəni, İraqdakı müharibədən çox fərqlənir. İndi görün necə fərqlənir. Adamı yorğan döşəyindən götürüb aparırlar. Heç bədəninin bir yerinə xəbəri olmur bütün 30 milyonluq ölkənin. Bir də ayırırlar ki, qardaş, deyəsən prezidenti oğurub apardılar. Səhər-səhəm ayırır. Prezidentimizi aparıblar. Qardaş, qaytarın onu da ala. Biz gecə heç xəbərlər olmuyor. Bir nə silahdırsa, necə onları orada hipnoz elətdiriblərsə, nə səs buraxıblarsa, hamı indi çıxır ortalığa ki, sən demə belə silahları varmış. Səs buraxırlar və insan orada dayananlar, o qorumalar ancaq qulağını belə tuturlar və saatlarından belə bu pozada qalırlar. Belə orada gəlib işin görüb çıxıb gedirlər. Təkcə böyük texnologiya zərbə vurub öldürməkdən ibarət deyil. Və Vəfa Quluzadə onu deyir. Onu deyir. Amerika ilə Rusun da fərqini deyir. Bu Rus da öyrət, indi baxın necə Ukraynanı. İndi elə Ukrayna başlamamışdı, 2012-ci ildir. Grozny deyir o. Grozny, Kavrov və bombardirovka. Yəni xalça üsulu ilə vur, öldürək, uşağı, böyüyü, hamısını əsas səndən qorxsun. Vuranda da taxtabaşı görürsən, vurur da, nağayraq. Gələ təslim olursan. Zelenski düz eləmədi. Gələ Zelenski, gələ. Yo, hamısı eləyən Zelenskidir. Bu, o Kavrov, bombardirovka mən taxtabaş üçün lazımdır. İki də adam. Təbii ki, deyəcək, mənə vurdun, mən də səni vuracam. Niyə vurursan? Uşaqları niyə öldürürsən? Sən cinayətkarsan. Taxtabaş deyəcək, yox, güclüdür da. Gələ, neyəsən, giləsən, gəl altına belə. Kim oldu da? Amma Vəfa Quluzadə, o yiğit insan, deyir, Rusla Amerikanın fərqini göstərir. Mən indi Rusla Amerikanın bugün Zəngəzurdakı fərqindən də birazdan danışacağım sizə. Salovyev özü orada hürüb o vaxtda. Onu danışacağım və fakt göstərəcəm sizə. 1406 insan baxır bizə, siz dostlar 1400 like eləyin və indi ki, daha çox insan bizə eşitsin. Bəli, İranda hakimiyyət getməlidir. Nə baş verəcək? Ona oturub söhbət eləməliyik. Vəfa Quluzadə illər öncə deyir ki, bəli, Amerika vuracaq və vurandan sonra oradakı əgər dövlətlər yaranırsa, birinci bizim dövlətimiz yaranmalıdır da. Seçdiyimiz Pezişyan da öz prezidentimiz də var. Türk oğlu Türk'tür. Eğer bugün İran'da Güney Azərbaycan bayrağını qaldıran hansısa bir böyük izdiham küçəyə çıxsa və onların da lideri olsa, o lider çıxıb nə deyəcək? Ancaq bunu deyə bilər də, Türkəm, Türk evladıyam, bu torpaq ömür boyu Türklərin hakimiyyəti altında olub, Türkçə danışıram, Türkçə məktəb açacağım və Türk olmağımla da iftixar duyuram. Yəni, nə mutlu Türküm deyənə, Təbriz əsası ilə Türk olmağımla iftixar duyuram. Belə deyəcəkmi küçədə, düzdür? Pezişyan deyib də onu. Küçədə yox, inqilabımızı eləmişik də biz. Deyirlər, indi niyə Təbriz filan inqilab eləmir? Ki, eləmişik, bizim inqilab eləmişik və bizim igid seçdiyimiz adam dövlətin başındadır. O da Komneyi kimi danışmır. O, insanları öldürmək istəmir. O deyir, insanlarla gedək danışaq, özü də gedib danışır. Və Amerika oradakı o şeyin quyruğundan tutunca oturub orada kefdədir, pəhləvi var indi. Pəhləvilər 2000 il bundan əvvəl yoxa çıxıblar, ölüb qutarçıq veriblər. Üzr istəyirəm, 2000 il elə pəhləvi qalar. Hələ o Vitokla da görüşür o. Bu da Pezişyanla görüşün də. O dövlətin başında legitim adam bir dənə odur. Qoy mollalar rədd olsun, Pezişyanla oturun, danışın da Amerika. Bombalamaq, olar, mən əminəm ki, o bombalanacaq ora. Amma o deyir, Pezişyan orada legitimdir, oturun danışın, Pezişyan nə deyəcək ki? O, İsraillə də münasibətləri yaxşılaşdıracaq. Azərbaycan türklərinə məktəb də açılacaq. Hə, yox, alınmasa, qəbul eləməsinlər, qoy İran parçalansın, Pezişyan Azərbaycan prezidenti olacaq da. Nə var ki? Amma illər öncəsi, baxın, Rusiya ilə İranın bağıntısı bilirsiniz, hamı bilir ki, Xomneyi udzan kimi ora qaçacaq.
Ay başqa yeri yoxdur. Bir dənə müsəlman onu qəbul eləməz. Bir dənə də müsəlman dövləti yox. Biz siyonistik. Biz nə danışdınız? Əfqanistanda başın üzərlər, o sağ. O biz deyirik. Saudi Ərəbistanı ilə, İslamın vətəni ilə, bünövrəsi ilə qatı düşmən. İraqa qaça bilməz, gecə ilə uğrayarlar. Suriya əlindən çıxıb, Livan əlindən çıxıb, Omana gedə bilməz, Qatara gedə bilməz, Misirə gedə bilməz. Başını, siz necə, nifrət eləyirlər onu. Bütün İslam dünyasını qatıb bir-birinə. Yalandan deyəcək, mən Şiyə ölkəsi axtarım, ala biz Şiyə ölkəsi, gəl. Sən Şiyəsən, sən müsəlmansan, sən satqın alçağın birisən, Fransadan gəlməmsən ora. Nə danışırsan sən? Hansı Şiyəlikdən danışırsan? Şiyə deyir Şah İsmail. Və yaxud da deyir, onun deyir, o qızılbaşlarını filanlar. Sən kimsən? Hardan çıxmısan ortalığa? Nədən danışırsan sən? Sən ancaq Rusiyaya qaça bilərsən, heç Çinə də qaça bilməyəcəksən. Butpərəstlər də ged orada. Dalıçıklı qardaşımın yanına, donuz yiyənin yanına elə qaçacaqsan ki, hələ qaça bilsən. Nədir oxşarlıqları? Bu da Allahın adından danışır. Deyir ki, mən Allahın, güya buna Allah sənəd verib, dokument verib ki, Ausweis verib ki, ged orada mənim adımdan danış. Nətər olur, Allah Tanrı sənə verir onu, bizə vermir. Sən kimsə neysən? Nə bilirsən, 86 yaşın var, Allah get, rədd ol, çıx get də. Minlərlə adam öldürür küçədə. Təsəvvürə gətirirsiniz? Nə böyük faciədir, nə böyük cinayətdir. Minlərlə öz millətini belə öldürən təsəvvür gətirirsiniz, o gücü çatmır sadəcə bizə. Yoxsa çoxdan hücuma keçmişdi, Rus da ikisi də birləşmiş. Türkiyə olmasaydı, ordumuz olmasaydı, burada Turan düşüncəmiz olmasaydı, yemişdilər bizi. Niyə qorxurlar? O Turan düşüncəsi burada qalxdığına görə. Burada olmayanda biz özümüzə, bir Türk zat görürük, biz Azərbaycanlıyıq, nə bileyim, vallahi Fars da gəlib buradan keçib, biz zih görürük, Hind də gəlib keçib, o vaxt elə olubdu, Ərəb də gəlib, Rus da gəlib keçib, biz zih, o olsaydı burada, çoxdan bizi yemişdilər. O Jirinovski hər şey bilir deyənlər var, o kimi olar. Bunlar yoxdur. Var, Türklər bucaqdadılar və ora qulluq eləyənlər də içərdədirlər. Ona görə qorxularına yaxın gələ bilmirlər.